Bir daha salam aleykum hər kəsə. Yenə gördüyünüz kimi Qazaxın Didvan gölündəyik. Gözəl mənzərəni də çək abi. Çox ləzzətli bir yerdir. Əslində istədik burada palatka quraq. Yəni palatka üçün çox əlverişli yerləri var. Palatka quraq burada gecələyək. Sadəcə polislər dedilər ki, bəs gecələməklə icazə yoxdur. Problem deyil. Bizim növbəti videomuz biz burada inşallah ki abed falan eləyib, abed demişəm, bir də süfrəmizdə çək zəhmət olmasa. Allah verəndən əlhəmdülillah halal sasiskamızdır, çörəyimizdir. Yəni ev sayağı da belə deyək, nəyimiz var ondan. Növbəti videomuz olacaq bizdə inşallah əsrik Tovuzun əsrik kəndində istəyirik lap yüksəliyə qalxaq. Eğer Tovuzdan bizi izleyen motosikletçiler, bizim değerli motorçularımız varsa, təqribi saat 3, 4, 5 aralığında günortadan sonra biz Tovuz Qovlar Bazar Store'un qarşısında olacaq. Orada alış-veriş eləmək üçün. Orada gəlib bizlə görüşə bilərlər. Bir də buradan tövsiyəm nədir? Bir də ətrafı çək zəhmət olmasa. Gəlirlər, istirahət edirlər. Bizim əziz yerlilərimiz, qonaqlarımız istirahətdən sonra özlərindən sonra yəni bu mənzərəni görmək heç də ürək açan deyil. Və buradan tövsiyəm odur ki, xahiş edirəm, özünüzlə bir dənə adi salafan götürün. Sizdən sonra qalan zibilləri götürün, yığın o salafanlara, gedin atın zibil qablarına. Çünki bu bizimdir, bura bizimdir, bizim təbiətimizdir. Yəni Allah Subhanahu taala bunu bizim üçün veribdir. Biz bunu qoruyub saxlamalıyıq. Necə ki insan öz canını qoruyub saxlayır, haramlardan uzaq olur. Elə də ki bu təbiətdir. Yəni biz bunu qoruyub saxlamalıyıq. Yəni belə deyim də, ədəbdən deyil ki, mən burada gəlim yeyim içim, töküm hamısını bura. Yaxşı bir şey deyil. İnşallah ki inanıram bizim bu videomuz faydalı olar. Belə. Bu qədər. Növbəti videomuzu Əsrik dağında gözləyin bizdən. Esselamu Aleyküm.